Əgər bugün biz göz yumsaq, Allah rəhmət eləsin, Cabir İmanovun keçmişdə elədiklərinə, ümumiyyətlə ömrü boyu həyat yolunda elədiklərinin ancaq yaxşısını deyib, o birisini gizlətmiş olsaq, biz özümüzə, xalqımıza və onun, həmən bu Cabir İmanovun uşaqlarına xəyanət etmiş olaraq. Bizim özümüzdən çox, məsələn, Cabir İmanovun kim olmağı onun evlatlarına lazımdır. Və yaxud da deyək ki, bugün Tahir İmanova lazımdır. Bəlkə də o gözləmirdi, amma bugün Tahir İmanov, Allah rəhmət eləsin, Cabir İmanovdan sonra bir balaca özünü yığışdıracaq. Ki, yəni xalq heç nəyi unutmur. Yəni, o necə deyirlər, qoyunu qoyun ayağından, keçini keçi ayağından asırlar. Biz həmişə deyirik ki, məsələn, 93-cü ildə KGB-nin arxivləri açılmış olsaydı, tamam başqa cür olardı. Yəni, təsəvvür edin, KGB-şniklər hamısı üzr istəyərdi və onların balaları da bilərdi ki, bunların ataları deyək ki, KGB olub, məsələn, bu millətə, bu xalqa qarşı deyək ki, nəsə eləyiblər filan və onlar özlərini yığışdırardılar ki, bu açılacaq. Yəni, gələcəkdə bu açıla bilər, ona görə də bunlar bu yola getməsinlər. Və yaxud da indi bu Cabir İmanov da onun kimi. Bugün Azərbaycanda əgər biz bugün ictimai rəyin işləməməsi, ictimai deyək ki, fikir, ictimai təsir olmadığına görə dostlar, bugün biz bugün deyik. Və əgər biz bugün Cabir İmanovun elədiklərini gizlətsək, həm də deyək ki, bizim gələcəkdə gözəl cəmiyyət qurmaq imkanımız heç vaxt olmayacaq. Baxın, Cabir İmanovun bu gördüyü işlərlə bağlı heç kim demir ki, heç kimə demir ki, birini də tutub deyə bilməz ki, sən yalan deyirsən. Həqiqəti söyləyir, sadəcə olaraq qınayır. Baxın, bugün Azərbaycan polisinin bu cəmaata, bu xalqa, bu millətə elədikləri, onlar üçün çox böyük örnəkdir. Onlar hər biri indi fikirləşəcəklər ki, baxın, hələ Cabir İmanov bu qədər tanınmış, bu qədər deyək ki, əyləncəli verilişlərdə filanlarda yenə həmən o Cabir İmanovun deyək ki, 30 il bundan qabaq elədiyini unutmayıb və onu qınaq obyektinə çevirib.